Esselamu Aleyküm bizi izleyenler ve hürmetli hemkarlarım. Biz zaman zaman kondisionerin zayıf soyutma sebeplerinden danışırıq ve her sebebi ayrı-ayrılıqda izah edəcək. Bugün elimizde fürsət düşdüyünə görə bu videonu çekmek kararına geldik. Mesela burasındadır ki, hal-hazırda bizim düzeltmeye geldiğimiz bu kondisioner 15 ilin kondisioneridir ve 15 il gün altında kalmış izolyasiyası tamamıyla sıradan çıxıb. Siz indi onu əlbəttə ki görəcəksiniz. Bu izolyasiyanın görəsən nə qədər kondisionerə təsiri var? Yəni soyutmaya nə qədər təsiri var? Mən 20 illik dostumla dünən bir qədər məsləhətləşdikdən sonra belə qərara gəldik ki, mütləq burada itki var, amma nə qədər? Mən 10-15% dedim. Hələ ki videonu çəkməyə başlamamışıq. Digər dostum isə 25-30% dedi. Mən həqiqətən də bəri başdan fikirləşirəm ki, bu 10%-dən artıq olmalıdır. Amma 15%-i keçməyəcək. İndi biz sizə prosesin hamısını deyil, sadəcə ölçmələrimizi görkəzəcəyik və həmin o üzərində izolyasiya olmayan boruları göstərəcək. Hörmətli izləyicilərimiz, gördüyünüz kimi bir qədər də uzaqdadır və bu boruların deməli üzərində olan izolyasiya tamamilə yoxdur və olmadığına görə də indi inşallah biz onu təzədən üzərinə izolyasiya geyindirib kondisionerin parametrlərini ölçəcək. Hazırda deməli biz termometrlə havanın temperaturunu ölçürük. Havanın temperaturunu 27,3 dərəcə görkəzir. Kondisioner artıq 10 dəqiqəyə yaxın işləyir. İndi isə onu delta T'sini ölçürük. Hörmətli izləyicilərimiz, təxminən artıq 10 dəqiqəyə yaxındır ki, kondisioner işləyir və nə görürük? 27,6 giriş havasının temperaturudur, 13,6 çıxış. Yəni delta T'miz 14 dərəcəyə bərabərdir. Havanın nəmişlik oranı 60%, 59%. İndi isə biz kondisionerin qazını yığacaq və bundan sonra izolyasiya etdikdən sonra eyni göstəriciləri yoxlayacaq. Hörmətli izləyicilərimiz zaman zaman bizə kondisionerin qazının necə yığılması barəsində soruşurlar. İndi baxın, imkan daxilində biz onu göstəririk sizə. Əvvəlcə nazik, yəni bu vuruş kranı bağlanılır. Burada elə bir ciddi bir şey yoxdur. Vuruş kranı həmişə nazik olur. Bağlandıqdan sonra gözlənilir. Təxminən 30 saniyə, 40 saniyə gözləyirik. Çünki iç hissənin içərisində olan freonu sistem kompresor hissəsinə yığmalıdır. Bundan sonra yavaş-yavaş çöl hissədə ikinci kranı, yəni sorma kranını yavaş-yavaş tələsmədən sistemin içinə yığırıq. Və burada heç bir qorxmağa gerek yoxdur. Kompresor yəni bu halda heç bir zədə görmür. Amma bizə önəmli olan nədir? R22 ilə işləyən bir kondisionerdir və onun içindəki qaz tamamilə sistemin içinə yığılmalıdır ki, qaz problemi ümumiyyətlə olmasın. Bəli, indi isə sadəcə kondisioneri söndürürük. Hörmətli izləyicilərimiz, gördüyünüz kimi boru tamamilə izolyasiya olundu və inşallah indi nə edirik? İndi sistemin içərisinə azot vurub yoxlayacaq. Sistemin içərisinə azot vurmaq üçün xüsusi balonumuz var. İndi balonu da sizə göstərəcək. Bu demək manometrimiz elədir ki, burada düyməni basdıqda burada saatı göstərir və bundan sonra nə qədər düşdüyünü görkəzir. İndi sizə hardan deməli azotu gətirdiyimizi görkəzir. Gördüyünüz bu balon 48 barla test edilən bir balondur. Bu balonun təbii ki 60 atmosfer təzyiqə davam gətirməsi sözsüzdür. Amma onu 48 barla test edirlər. Bizim özümüzün 50 litrlik 150 atmosfer təzyiqi olan deməli və reduktor olan azot balonumuz var. Azot balonuna bunun içərisinə hər dəfə işə gedəndə 46 bar vururuq və bundan sonra biz bu balon sayəsində quru azotla deməli sistemin qaz qaçağının olub olmadığını yoxlayırıq. İndi bir qədər keçəndən sonra sistemi yoxladıqdan sonra biz deməli vakuumlama əməliyyatına başlayacaq. Bəli, hörmətli izləyicilərimiz, indi yoxlama prosesini qurtardıq. Azotu havaya buraxırıq. İndi isə sistemi vakuumlayacaq.
Qeyd etmək istəyirik ki, bu deməli manometrin həm də vakumu göstərən bir hissəsi var. Deməli bu funksiyadır. Funksiyanı basanda bax gördüyünüz bu qaz qaçağını axtarmaq üçün leak detection adlanır. Bu deməli kondisionerin içində qaynama prosesinin, superheatin necə getdiyini göstərəcəkdir. Bu isə demək kondisionerin nə qədər vakuumlandığını göstərəndir. Gördüyünüz kimi daha azad 99% göstərir. Biz gözləyəcəyik. Təxminən 15 dəqiqə vakuumladıqdan sonra, hətta orada 100 göstərsə də ən az 15 dəqiqə vakuumlayacaq. Hörmətli izləyicilərimiz, hörmətli kollegalarım və yaxud yeni başlayan ustalarımız, bir məsələni bilmək lazımdır. Biz əlbəttə qarşımıza məqsəd qoymuşuq ki, yalnız düzləri deyək. Biz bilirik ki, bu ustalar vakuumla heç araları yox. Xüsusilə də soyuducu ustalar. Bu mövzuda əlavə bir videomuz olacaq və biz onların səhvini bir-bir sizə göstərəcəyik. Ustalar, yəni xüsusilə də soyuducu ustalar elə bilirlər ki, filtrin başına balaca bir kapilar boru taxıb kompresor işə salanda sistem vakuumlamış olur. Vallahi, billahi, tallahi mümkün deyil bu. Əgər kimsə xaladenik ustasıdırsa və belə bir iddiada varsa, lütfən bizim nömrəmiz var. Zəng eləsinlər, biz bir daha izah edək. Bu səbəbdən cəmaatın xaladeniklərini korlamayın, soyuducularını məhv etməyin. Sistemin içərisində hava olduqda sistem yüksək təzyiqlə işləyir və eyni zamanda dizel effekti deyilən bir effekt olur. Xüsusilə də R600A qazı ilə. Çünki R600A qazı yanar qaz olduğuna görə və orada dizel effekti yaranır və kompresorun sıradan çıxması kimi bir proses ola bilir. Üstəlik, hava sistemin içərisində qaldıqda orada deməli yağın korlanması hadisəsi olur. Bəli, mineral yağlar bir qədər az qorxur havadan. Amma bu o demək deyil ki, sistemin içərisində hava qalmalıdır. Sistemdə olan havanın, nəmin, turşunluğun aradan qaldırılması üçün mütləq sürətdə vakuum prosesi aparılmalıdır. Nə qədər aparılmalıdır? Əlbəttə ki, kondisionerin gücündən asılı olaraq bu dəyişir. Kiçik kondisionerdə 9000, 12000 butuqlu bir kondisionerdə kifayət ki, siz onu 15 dəqiqə vakuumlayasınız, adi bir pilləli vakuumla. Və bundan sonra qazı açasınız. Biz bunları deməkdə məqsədimiz nədir? Siz əgər kondisionerə manometre taxanda orada əqrəbin qalxıb düşdüyünü görürsünüzsə, bu %100% sistemin içində hava olduğu anlamına gəlir. Siz əgər fikirləşirsinizsə, təzə kondisioneri vakuumlamaq lazım deyil, çox yanılırsınız. Məsələ burasında istər təzə, istər köhnə olsun, sistem açıqdır. Sistemin içində hava var. Yalnız çöl hissədə zavod onun içərisində freon qoyub və orada heç bir hava yoxdur. Amma iç hissə açıldığına görə yeni borular belə olmuş olsa orada hava var. Hava mütləq oradan çıxarılmalıdır. Bunun üçün 5 saat gözləməyə gərək yox. Siz əvvəlcə vakuuma qoyub, bundan sonra kondisioneri çöl hissəsinin boltlarını bağlaya bilərsiniz, kabelini bağlaya bilərsiniz. Bu proses tutaranda artıq siz deməli sistemin vakuumlandığını görəcəksiniz. Bəli, hörmətli izləyicilərimiz, hal-hazırda havanın temperaturu bir qədər təbii ki yüksəlik. 28,6 dərəcədir. İndi isə biz sistem deməli izolyasiya olunduqdan sonra, borular izolyasiya olunduqdan sonra delta testini yoxlayaq. Bəli, hörmətli izləyicilərimiz, yenə də kondisioneri 10 dəqiqə işlətdik və indi axırıncı nəticələrə baxırıq. 27,3, 12,6. Bəli, hörmətli izləyicilərimiz, biz kondisioneri deməli delta testini həm izolyasiya olmadan, sonra da izolyasiya olduqdan sonra yoxladıq. Burada bir incə detalı da demək istəyirik. Bildiyiniz kimi biz eksperimentə başlayanda təxminən havanın temperaturu 27 nə qədər idisə, indi isə təxminən 29 dərəcədir. Burada artıq 1% zəif soyutma olmalı idi. Amma bizim deməli kondisionerimizin boruların üzərində izolyasiya keçirildiyindən artıq boru itkisi sıfıra indi. Faktiki olaraq sıfıra indi və biz sən demə yanıldıq. Sən demə 10-15% deyil, 3 metrə boru uzunluğunda cəmsi 5% itki oldu. 5% itki azdırmı? Yəni belə deyək, əgər bu 3 kilovatlıq bir kondisionerdirsə 5% nə qədərdir? Təxminən 150 watt.
Yəni uzun müddət götürəndə çox böyük bir rəqəmdir. Bu səbəbdən izolyasiya olmasa da olar demək tamamilə yanlışdır. İzolyasiya mütləq olmalıdır və izolyasiya olarkən də mütləq hər birinin özünün ayrı-ayrılıqda izolyasiyası olmalıdır. Bəzi vaxtı biz bir izolyasiya borusunun içərisindən iki mis borunun keçirildiyini görürük ki, bu izolyasiya olmadığından da daha dəhşətli bir şeydir. Çünki elə olduğu təqdirdə iki boru bir-birinə istilik mübadiləsi aparır. Hörmətli izləyicilərimiz, biz videolarımızı davam elətdirəcəyik və ha vaxta qədər həyatdayıq. Biz sizi məlumatlandıracaq. Bizi izlədiyinizə görə biz sizə təşəkkürümüzü bildiririk. Mən Yusuf müəllim, kondisionerlərin təmiri kitabının müəllifi. Bu kitabı əldə etmək istəyənlər lütfən bizə müraciət etsinlər WhatsApp-la və biz də inşallah sizi onu göndərəcəyik. Əssəlamu aleykum və rəhmətullahi və bərəkatuhu.